Nasıl olubdu? Salam aleyküm. Maşın sürüşdü. Gəldim 124 idi zaten sürətim. Orada sürüşdü. Dayadım bardura fırlana. Qardaş salam aleyküm. 116-cı kilometrdə avtomobil qəzaya elibdi. Mən saxladım, yaxınlaşdım ki, içəridə xanım var idi. Yəni ailə idilər yəqin. Hər hansı da bir ölüm itim yoxdur ki. Heç bir şey yoxdur, düzdür. Gözləyirlər hələ şəhərdən adam gəlib kömək eləyəcək. Mən nə demək istirdim? Yaxşı olar ki, siz burada müdaxilə eləyəsiniz ən qısa zamanda. Bəli, 116-dadır. Bir də bu çeklərdə yaxşı olar ki, sizdən əlaqə nömrəsi olsun ki, burada baş verən 125 kilometrlik yoldur. Bir hadisədə kimsə ya şəhərdən, ya da məsəl üçün Qubadan, Qusardan, hardansa adam gözləməsin. Ən birinci sizdən əlaqə saxlasın ki, ani bir şey olar, Allah uzaq eləsin. Kimisə harasa 10 dəqiqə çatdırmaqla həyat qurtarmaq olar. Nəinki 1 saat insan gözləməklə. Zəhmət olmasa bununla əlaqədar həm təklifi bildirərdiniz, həm də istəyirsiniz buyurun, çek sizdə qalsın. Orada müdaxilə eləsəz yaxşı olar. Çox sağ olun.